Salam dostlar. Bugün sizə TikTokda takipçi sayınızı necə artıra bilərsiniz? Bu haqda məlumat vermək istəyirəm. Bu takipçilər olmayacaq, bilginiz olsun. Hər biri gerçək takipçilər olacaq. Tamamilə güvənli bir şəkildə şifrə daxil etmədən, heç bir proqram köçürmədən hesablarınıza limitsiz takipçi göndərə bilərsiniz. Qalıcıdır, sonradan silinmə olmur, çünki hər biri gerçək takipçidir. Bilirəm saytlardan getmisiniz, takipçi göndərmisiniz. Bunlar bot takipçilər olub, sonradan silinib. Çoxsu bu problemlə qarşılaşıb. Bu səbəblə mən sizə bot takipçi yöntemini göstərməyəcəm. Gerçək takipçiləri 5 dəqiqədə hesabınıza əlavə edə biləcəksiniz. Sözü çox uzatmayacağım dostlar. Hər videomuzda olduğu kimi kanalımıza abunə olan, videonu bəyənən və TikTok istifadəçi adını yorumlara yazan hər kəsə TikTok takipçi hədiyyə edəcəm. Bilginiz olsun. İndi isə gəlin TikTok hesabımıza keçid və bir ayar var ki, bu ayarı etmədən TikTok hesablarımıza takipçi göndərmək qeyri-mümkündür. Bu səbəblə ilk öncə TikTok hesabımıza gəlirik. TikTok hesabımıza gəldikdən sonra sağ küncdən 3 xətt görürsünüz. Bura tıklayırsınız dostlar. Bura tıkladıktan sonra ayarlar, gizli ayarına gelirsiniz. Gizli ayarına daxil oldunuz. Buradan hesabınızı hər kəsə açıq halda eləyirsiniz. Hesabınızı hər kəsə açıq halda etdikdən sonra geriyə qayıdırsınız. TikTok istifadəçi adınızın üzərinə 2 dəfə və ya 3 dəfə tıklayırsınız. Hesabınızın adını kopyaladınız. Kopyaladıktan sonra Google'a gelirsiniz. Google'a geldiniz. Takipçi.com yazırsınız. Çıxan ilk yaşlı logo sayt. Bu sayta daxil oldunuz. Baxın aşağıya doğru düşürsünüz. Bütün hilələr bölümü var. Bura daxil olub. Buradan TikTok, buradan isə TikTok izləyici hiləsinə daxil olursunuz. İstifadəçi adını buraya yapışdırdım. Miqdarı seçirsiniz. Azərbaycanlı takipçi istəyirsinizsə Azərbaycan serverini seçməyə diqqət edin. Göndər düyməsinə basaraq istədiyiniz qədər gerçək takipçiləri 5 dəqiqədə əldə edə bilərsiniz.